Herkese salam. Bildiyimiz kimi artıq Respublika fən müsabiqələrinin rayon turunun nəticələri elan edilmişdir. Növbəti mərhələyə keçid hüququ qazanan hər bir şagirdimizi təbrik edirəm və önümüzdəki mərhələlərdə hər kəsə uğurlar arzu edirəm. Başlayaq bölmə 4 sınaq 1-in izahı ilə. İlk sualımızda qeyd edilir. Hansı rəqəmlə verilmiş toxuma uyğunsuzdur? Öncə xatırlayaq bitki və heyvan toxumalarını. Bitki toxumalarına ötürücü toxuma, örtüyü toxuması, mexaniki toxuma, ifrazat toxuma, əsas toxuma və törəyici toxuma aiddir. 6 toxuma qrupu aiddir. Heyvan toxumalarına isə sinir toxuması, birləşdirici toxuma, epiteli toxuması və əzələ toxuması aiddir. Burada iki rəqəmi ilə dəri təsvir edilmişdir və dəri heyvan orqanizmi üçün örtük deyil, epiteli toxumasıdır. Yanlış qeyd edilən iki rəqəmi ilə göstərilən hissədir. 1 balıqda onurğa beyin göstərilmişdir, yəni sinir toxumasıdır. 2 ilə deməli onurğa sütunu göstərilmiş, daha doğrusu 3 ilə onurğa sütunu göstərilmişdir. Bu sümük mənşəlidir və birləşdirici toxumaya aid olacaq. Əzələ toxuması 4 ilə göstərilmişdir, yəni balığın əzələsi təsvir edilmişdir. 4 də doğru göstərilib. 2 ilə göstərilən örtük deyil, epiteli toxuması olmalıdır. Örtük bitki toxumalarının içərisində qeyd edilir. İkinci sualımızla davam edirik. Şəkildə canlıların hər ikisinə aid etmək, şəkildəki canlıların hər ikisinə aid etmək olmaz. Deməli, hər ikisi həşəratdır bunların. Boğmayaqlar tipinə aiddirlər. Bu, hər ikisinə aid xüsusiyyətdir. Bir cüt bığcığa malikdirlər. Hər ikisinə aid xüsusiyyətdir. Həşəratlarda bir cüt bığcıq vardır ki, bığcıq qoxu bilmədə rol oynuyor. 4 cüt yermə ayağına sahiblər. Xeyr, bütün belə deyək, yetkin mərhələdə həşəratların döş hissəyə birləşən, döş boğumlarına birləşən 3 cüt yermə ayağı vardır. 4 cüt deyil, bunu aid etmək olmaz hər ikisinə də. Hörümçək-kimlər sinifinə deyil, boğmayaqlar tipinin həşəratlar sinifinə aiddirlər. Bu da hər ikisinə aid olmayan xüsusiyyətdir. Ona görə cavabımızı müəyyən edirik 3, 4. Üçüncü sualımızla davam edirik. 72 caynağa malik hörümçəkdə olan yermə ayağı neçə yetkin kəpənəkdə olar? Ümumiyyətlə biz bilirik ki, bir hörümçəyin 8 ədəd yermə ayağı var. Hər ayağının ucunda da caynaqlar yerləşir. Hər ayağının ucunda 3 caynaq yerləşir. Yəni, əgər bir hörümçəkdə 8 vıraq 3, 24 caynaq vardırsa, 72 caynaq neçə hörümçəkdədir? Bu edir 3. Hörümçəkdə olan yermə ayağı neçə yetkin kəpənəkdə olar? Biz bildik ki, bir hörümçəyin deməli 8 yermə ayağı vardır və 3 hörümçəyin 24 yermə ayağı olacaq. Deməli, 24 yermə ayağı neçə kəpənəkdə olar? Deməli, 3 hörümçəyin 24 yermə ayağı var. Baxaq kəpənəklərə. Kəpənəklərdə bir kəpənəyin 3 cüt, yəni 6 yermə ayağı vardır. Bizdə hörümçəyin deməli ayaq sayına bərabər sayda ayaq qeyd edir. Yəni 24 ayaq neçə kəpənəkdə olacaq? Cavabımızı buradan 4 olaraq müəyyən edirik. Yəni öncə nə etdik? Bir hörümçəyin bilməliyik ki 8 ayağı var. Hər ayağının da ucunda 3 caynaq yerləşir. Deməli bir ayağında 3 caynaq yerləşirsə 8 ayağında 24 caynaq var. Deməli bizdə əgər bir hörümçəkdə 24 caynaqdan söhbət gelirsə 72 caynaq 3 hörümçəkdədir. Bir hörümçəkdə olan ayaq sayımız isə 24 oldu. Daha doğrusu 3 hörümçəkdə olan ayaq sayımız isə 24 oldu. Və bu rəqəm neçə kəpənəkdə olar? Qeyd edir yetkin kəpənəkdə bir kəpənəyin 6 ədəd yermə ayağı var. 24 yermə ayağı isə 4 kəpənəkdə olacaqdır. Dördüncü sualımızla devam edirik. Böyük Səhət rifi Avstraliyanın şimal-şərqi boyunca 2300 kilometr məsafədə uzanır. Bu rifləri əmələ gətirən canlılar hansı tipin nümayəndələridir? Ümumiyyətlə, riflər bağırsaq boşluqları tipinin nümayəndələri tərəfindən yaradılır. Beşinci sualımızla devam edək. Verilən canlıların neçəsində hərəkət yalnız əzəllərin yığılıb boşalması hesabına baş verir. Yəni, burada belə deyək, hər hansı bir hərəkət orqanı olmamalıdır. Yəni, misal üçün, üzgəc olmamalıdır, ətraflar quyruq olmamalıdır, ətraf olmamalıdır, qanat və ya yermə ayağı olmamalıdır. Burada ilanda yalnız əzəllərin hesabına, əzəllərin yığılıb boşalması hesabına hərəkət mövcuddur. Digərdə hərəkətlərə xidmət edən digər orqanlar, xüsusi hərəkət orqanları mövcuddur. 6-cı sualımızla davam edirik. Hansı heyvanlara aid deyil? Daha doğrusu onurğalı heyvanlara aid deyil.
Biz bilirik ki amfibilər suda qurda yaşayanlardır, onurğalıdır. Reptililər sürünənlərdir, onurğalıdır. Məməlilər onurğalılara aiddir. Mollyusklar isə onurğasız canlılardır. Şəkildə quşun hansı xüsusiyyəti təsvir edilmişdir? Təbii ki, burada biz deməli çoxalmaq xüsusiyyətini görmüş oluruq. Yumurta qoymaqla çoxalma və göstərilmişdir. 8-ci sualımızla davam edirik. İnsanın hansı orqanlar sisteminə aid olan orqanı verilməyib? Ağciyər traxeyaları görürük, demək ki, tənəffüs sistemi təsvir edilib. Mədə, bağırsaqları görürük, demək ki, həzm sistemi təsvir edilib. Ürək görürük, qan damar sistemi, beyin görürük, sinir sistemi. Lakin biz burada deməli ifrazat sisteminə aid olan bir orqan görmədik. Şəkildə heyvanların hansı toxuma qrupu təsvir edilmişdir? Burada kirpikli epiteli təsvir edilmişdir. Bu da epiteli toxumasına aiddir. Ümumiyyətlə, burun içərisində, tənəffüs yollarında, qadınlarda uşaqlıq borusunda kirpikli epiteli vardır və kirpikli epitel toxuma qrupunun növünə aiddir. Aşağıdakı sxemdə göl qurbağasının hansı əsas xüsusiyyəti təsvir edilmişdir? Burada qurbağanın deməli kürüdən çıxdıqdan sonra çömçək quyruq mərhələsi, daha sonra çömçək quyruğun inkişaf edərək yetkin qurbağaya çevrilməsi təsvir edilmişdir və təbii ki, bu inkişaf xüsusiyyəti olacaqdır. 11-ci sualımızla davam edirik. Məməli və quş təsvir edilmişdir. Büzdüm sümüyün üzərində büzdüm vəzisi olan quşlardır və büzdüm vəzisi xüsusi biyabənzər maddəyə malikdir. Quşlar dimdiyini həmin o büzdüm vəzisinə toxundurur və daha sonra dimdiyi ilə lələklərini yağlayır. Xüsusən də su quşlarında daha yaxşı inkişaf etmişdir. Bu lələklərin islanmasının qarşısını alır. Büzdüm vəzisinə aiddir quşlar. Tük örtüyü məməlilərə aid bir xüsusiyyətdir. Xordallar tipinə aiddirlər. Hər iki canlı xordallar tipinə aiddir. İstiqanlı canlıdır. Hər ikisinin bədən temperaturu xarici mühitdən asılı deyil. Yəni hər ikisi istiqanlıdır. Tər vəzlərinə varik olanlar isə məməlilərdir. Ümumiyyətlə məməlilər mövcud onurğalar içərisində ən çox vəzi müxtəlifliyinə sahib olanlardır. Çünki həm tər, piy, süd vəziləri kimi, yəni vəzi müxtəlifliyi daha çox olan qrupdur. 1B, Y2, C, D, 3A olmaqla cavabımızı müəyyən edirik. A variantı. 12-ci sualımızla davam edirik. Şəkildə balığın cüt üzgəcləri hansı hərflərlə göstərilmişdir? Ümumiyyətlə, cüt üzgəclərə döş və qarın üzgəcləri aiddir. Bunlar cüt üzgəclərdir. Bel, quyruq, quyruqaltı üzgəclər isə tək üzgəclərə aiddir. Cüt üzgəclər olacaq bizdə C və B. Olur cavabımız C variantı. 13-də reaktiv hərəkət edir. Biz bilirik ki, kalmar ümumiyyətlə bədəninə suyu dolduraraq onu təzyiqlə xaric edir və bu onun irəliyə doğru hərəkətini təmin edir. Yəni buna da deyirik reaktiv hərəkət. Kalmarda reaktiv hərəkət mövcuddur. 14-cü sualımızla davam edirik. Hansı canlıların, aşağıdakı canlıların neçəsi onurğalı heyvanlara aiddir? Qurbağa onurğalıdır, quş onurğalıdır. Burada it təsvir edilib, məməlilər sinfinə aiddir, onurğalıdır. Sürünənlər sinfin nümayəndəsi verilib, onurğalıdır. Yəni, burada bir dənə arıdan başqa arı boğmayaqlılar tipinin həşatlar sinfinə aiddir və onurğasız canlıdır. Yalnız bir, daha doğrusu burada bizdən onurğalıları istəyir. O zaman 4 canlımız onurğalıdır. Yalnız bir canlımız isə onurğasız olacaq. 15-də hidra təsvir edilmişdir və hidranın burada mayallıq aşmaqla, gəh qolcuqlarının, gəh döşəyinəyin üzərində mayallıq aşmaqla hərəkəti təsvir edilmişdir. Hərəkətdir burada cavabımız. 16-cı sualımız baxaq, hansının dərisi çılpaq və seliklidir? Məməlilərdə dərin üzərində tük örtüyü var. Yəni təsvir olunan məməlidə tük örtüyü var. Quşlarda lələk örtüyüdür. Balıqların üzəri pulcuqludur, çılpaq deyil. Suda qurda yaşayanlarda dərinin üzəri seliklərlə zəngindir, yəni selikli dəriyə sahibdir və dəri çılpaqdır, hər hansı bir örtüyə sahib deyil. 17-ci sualımızla davam edirik. Şəkildəki canlılar üçün ortaq olan xüsusiyyətləri müəyyən edin. Amfibilərin nümayəndəsi olan suda deməli qurbağa təsvir edilmişdir.
və quşlar sinifinin nümayəndəsi təsvir edilmişdir. Xordallar tipinə aidlər hər iki sinifin nümayəndəsi xordallar tipinə aiddir. Bu orada xüsusiyyətdir. Soyuqqanlıdır. Burada qurbağa soyuqqanlı olacaq, çünki bədən temperaturu xarici mühitdən asılıdır. Yəni xarici mühitin temperaturu düşərsə, qurbağanın da bədəndə temperaturu düşür. Quşlar isə isti qanlı canlıdır. Quş məməli isti qanlıdır. Bunların bədən temperaturu xarici mühitdən asılı deyil. Bu xüsusiyyəti ortaya götürə bilmərik. Selikli dəli burada qurbağaya aid olacaq. Onurğa sütununa malik olmaq hər ikisinə aiddir. Biz də ortaq xüsusiyyəti axtardığımız üçün cavabımız olur 1, 4. 18-ci sualımızla davam edək. Şəkildəki canlıda olmaz. Xordallar tipinin onurğalılar onurğalılara aid olan nümayəndəsi verilmişdir. Yəni onurğalılar yarım tipinin nümayəndəsi verilmişdir. Onurğa burada mövcuddur. Büzdüm sümüyü mövcuddur. Hətta büzdüm sümüyün üzərində büzdüm vəsi yerləşir. Təbii ki, caynaqlar, arxa ətraflarında caynaqlar mövcuddur. Lakin tük örtüyü məməliyə xas xüsusiyyətdir. Quşlarda olmaz. X ifadəsinin qiymətini tapın. Deməli, məməli canlı verilir və bədən hissələrini soruşur. Bədən ibarətdir. Baş, boyun, gövdə, quyruq və ətraflar. Baş, boyun, gövdə, quyruq və ətraflar, yəni 5 hissədən ibarətdir. Hörümçək kimlərin nümayəndəsi deyil? Əqrəb hörümçək kimlərə aiddir? Hörümçək kimlərin hörümçəklər dəstəsinə aiddir? Daha doğrusu əqrəblər dəstəsinə aiddir. Qara qurd hörümçək kimlər sinifinin deməli hörümçəklər dəstəsinə aiddir. Böv hörümçək-kimlər sinifinin bövlər dəstəsinə aiddir. Yengəc isə xərçəngkimlər sinifinə aid canlıdır. Boğmayaqlar tipinin xərçəngkimlər sinifinə aiddir. 21-ci sualımızla davam edək. Verilən ifadələrdən hansı yanlışdır? Zəllilərdə ayaq çıxıntıları və qılcıqlar olmur. Deməli, biz qılcıqları, bu doğru fikirdir, qılcıqları biz nereiddə qeyd edirik. Boğmayaqlar, daha doğrusu hərgəv qurdlar tipinin nümayəndələrində, zəllilərdə deməli, ayaq çıxıntıları və qılcıqları olmur. Doğru fikirdir. Zəllərin bədəni ön və arxa tərəfində sormacılar olur. Bu doğru fikirdir. Dəri əzələ hissəsinə sahibdir. Bu doğru fikirdir. Dərinin altında uzun əzələlər yerləşir. Xeyr, dərinin altında bilavasitə həlqəvi əzələlərin altında uzun əzələlər yerləşir. Yəni öncə epitelin altında həlqəvi, onun altında uzun əzələlər yerləşir. Həlqəvi əzələlər deməli, həlqəvi qurdlarda canlının bədəninin uzanmasını təmin edir. Yəni, həlqəvi əzələlər yığıldıqda qurdun bədəni uzanır, uzun əzələlər yığıldıqda isə qurdun bədəni qısalır, yoğunlaşır. Cavabımızı müəyyən edirik. D variantı altında olmalıydı. Həlqəvi, daha sonra isə uzunluğa əzələlər. Dəri əzələ hissəsi anlayışı isə yalnız qurdlardadır. 22-ci sualımızla davam edək. Şəkildə verilən canlı haqqında hansı fikirlər yanlışdır? Deməli, amfibilər sinifinin nümayəndəsidir. Reptili deyil, reptili sürünəndir. Bədən temperaturu ətraf mühitdən asılıdır. Bu doğru fikirdir, çünki soyuqqanlıdır. Dərisində sümük pulcuqlar su itkisinin qarşısını alır. Xeyr, dərisi çılpaqdır. Sümük pulcuqlara malik deyil, yanlışdır. Ətraflarının sayı barmaqların sayına bərabərdir. 4 ətrafı var və ətraflarında, arxa ətraflarında 5-5, ön ətraflarında isə 4-4 olmaqla ümumi 18 barmağa sahibdir. 4 ətraf 18 barmağa sahibdir, bərabər deyil, yanlışdır. Onurğalı heyvandır, bəli, doğrudur. Biz yanlışı axtaracaq, cavabımız deməli olur 1, 3, 4 A variantı. 23-cü sualımızla davam edirik. Cədvələ əsasən x üzərinə gəlsin, x, y üzərinə gəlsin, z ifadəsinin qiymətini tapın. Hörümçəkdə xeliser sayı bir cütdür. Xeliser onun həm müdafiə, həm də ovlanmasında iştirak edir. Pedipalpların sayı deməli bir cütdür. Qidanın araşdırılmasında iştirak edir. Yermə ayaqlarının sayı isə 4 cüt, yəni 8 ədəddir. Cavabımız olur buradan 12. 24-cü sualımızla davam edirik. Uyğunluğu müəyyən edin. Tullandırıcı deməli ətraf burada B variantında təsvir edilir. Məsəl üçün çəyirtkədə tullandırıcı ayaqdır. Üzücü ayaq burada üzər böcəyin ayağı C variant, C ilə işarələnmiş şəkildir. Qazıcı dana dişinin ətrafı qazıcı ətrafa aiddir. D variantı ilə təsvir edilmişdir. Yürücü ətraf qarışqa, milçək, bunlarda isə yürücü ətrafdır. Bu da A variantında təsvir edilmişdir. 1B, 2C, 3D, 4A olmaqla cavabımızı müəyyən edirik. B variantı.
25-ci sualımız x üzərinə gəlsin y ifadəsinin qiymətini tapın. Bal arısı iki cüt, yəni 4 qanada sahibdir. Ayaqlarının sayı isə 3 cüt, yəni 6 ədəddir. X üzərinə gəlsin y ifadəsinin qiyməti bizə verir 10.